Arifə xanım, İlqar bəy buradadır və bizə sənədlər də gətirib və bu sənədlər müxtəlif indi baxırıq hamısına, amma bizə bir iddia elədi ki, siz ölüm kağızını çıxartdırmışsınız və qızıllarını oğurlamışsınız, ölüm kağızı çıxartmışsınız və evi adınıza çıxartmışsınız, keçirtmişsiniz. Belə bir şey olub mu? Ay xanım, mənim 65 yaşım var. Mən o adamdan 30 il bundan qabaq qutarmışam. Bildik, siz ölüm kağızını çıxartmışsınız mı? Təzədən iddia qaldır. Mən onların orada dediklərinin hamısını 30 il bundan qabaq məhkəmədə ona hamısını sübut. Mən başa düşdüm, o 30 il əvvəl idi. İndi bizim... O şeytanı oraya çıxardıb cəmaatın içində özündə ritm qazanmayın. Ay xanım, bir dəqiqə dinləyin siz məni, zəhmət olmazsa. Xanım, dinləyin siz məni. Arifə xanım, siz ölüm kağızını çıxartmışsınız, yoxsa çıxartmamışsınız? Onsuz da burada vəkillər var. Ölüm kağızı, siz sabahdan ölüm kağızı çıxarmışsa o adama. Bəs ev necə bir adamın adına alınır, amma sonra sizin adınıza keçmiş olur? Nə? Bu ev, bu dayı bu evi öz adına alıb. Sonradan nətər oldu ki, Nərimanovdakı Bakı şəhər Nərimanovda yerləşən ev mənzil? Amaliye verdiğin ev, Çeşmiye verdiğin ev, Zaten Tofik'e verdiğin ev. Həmin evi deyirəm. Arifə xanım, sizdən sual sor. Arifə xanım, zəhmət olmasa belə danışa, biz onsuz da burada vəkillər buradadır. Siz artıq əski danışa bilmərsiniz. Dinləyin məni. Siz mənə bir dənə sualın cavabını verin. İlqar dayının evi necə oldu ki, öz adından keçdi sizin adınıza? Mənim adıma evdən qoydum, mən 21 il iki yetimlə kirələrdə yaşamışam, onun evi də başına dəysin, onun hər şeyi də başına dəysin. Başa düşdüyü, bəs bu evində kimin adınadır? Onun evini mən dəyişmişəm, mən yemişəm, Allah bana dəysin, yoxsa Allah ona dəysin. Ay Arifə xanım, sizdən sual soruşuram ki, bu... Cəmaatın içində məni biabr eləməsin, ikisiz onun üzündən biz... Arifə xanım, siz mənim sadəcə bir sualıma cavab verin. Deyirəm ki, İlqar bəyin adından bu ev sizin adınıza və ya uşaqların adına necə keçib? Vəkalətnamə olmadan, adam rəhmətə getmədən. Bizim heç bir evimiz yoxdur, ay qadan alın. Hələ də biz kirələrdə onun evində yaşayırıq. Mənim evim zaten... Nərimanovdakı evdən danışıram, Nərimanovdakı. Düzdür İlqar dayı? Mən Nərimanov evzadı tanıram, yalandır bunun hamısı, böhtandır. Uşaqları kim oxudub? Uşaqları kim oxudub Arifə xanım? Mən oxutmuşam, mən. Bəs İlqar dayı deyir, axı mən baxmışam Səmayəyə. Yalan sonra, o uşaq tanımayım. 21 il mən kirələrdə gecə günüz işləyib, mən uşaq saxlamışam. Mən kızım 2-ci qrup əlindir. Onun kişiliyi taxtdan çıxıb onda özünü tələb. O məndən sonra 3 arvad alıb boşuyub. Neyniyib? 3 dənə arvad alıb boşuyub. 3 dənə arvad alıb və boşuyub. Hə, mən 30 il bundan qabaq ondan boşalmışam. 300 dənəsini almışam, 700 dənəsini almışam. Mən onun hardan olmuşam ailəsi. Yox, siz deyirsiniz ki, o evlənməyib axı sizdən sonra. Qədət geliyor o. Mən evlenseydim. Danıştığının hamısı yalandı. Gel buraya subuta getir. Niyar Hanım'ın ömrü uzun olsun. Anar müəllimin ömrü uzun olsun. Vəkillər burada, burada 10 milyonluq Azərbaycan bizə var. Arifə xanım, biz sizi efirdə gözləyəcəyik. İndi rejissor otağından sizlə əlaqə saxlayacaqlar. Müsalə xanım əlaqə saxlayacaq. Gəlmirəm, eşidirsən qızım. Bəli. Mənim 65 yaşım var. Mənim adımı tanımıyorum. Yox, indi əlaqə saxlayacaq Müsalə xanım sizlə. Təşəkkür edirəm Arifə xanım zənginizə görə. Mən indi canlı yayını davam eləmək məcburiyyətindəyim. Sizlə əlaqə saxlayacaq. Sağ olun.